bilmirəm. Bu rejimin hədəfinə bir gün tuş gələcəksiniz. O hər kəsin qapısı döyüləcək, trollar sizin də qapınız döyüləcək. O günlərdə bir trolun qapısı döyüldü. Neydi onun adı? İntim cəmaatın uşaqlarını, oğlanlarını istismara məruz qoyur, cinsi zorakılıq göstərir. Adı bilmirəm, Toğruldur, nədir? İlham Əliyev, Əli Nağıyev. O rejimə Toğrullar lazımdır. Çünki o özünü satacaqdı. Lazım gələndə anasını, bacısını, ləyaqətini, şəxsiyyətini. Əliyev, sənə elə jurnalist lazımdır. Sizə namuslu, qeyriyyətli, vicdanlı insan lazım deyil. Dalını açan, dombalan, qabağınızda yıxılan, dalınızı yalayan, ayağınızı yalayan, ayaqqabınızın altını yalayan, hürən, yallanan lazımdır. Toğrul olmalı. Daha mı Toğrulun simasında olsaydı, mən bu vəziyyətdə olmayacaqdım. Amma yox. Mən mübarizəni seçdim, mən günahsız yoldaşımı müdafiə elədim, mən onun azadlığını tələb elədim, mən uşaqlarımın haqlarını qorudum və bugün mən Avropanın küçəsində sürgünəm, qaçqınam, yetim kimi qalmışam onun bunun qoltuğunda, amma Toğrullar Milli Məclisə parlamentə girir, İlham Əliyevlə selfie eləyir, Əli Nağıyevlə öpüşür. Əli Nağıyev, sənin xasiyyətin, xislətin Toğruldur da, siz əxlaqsızsınız da və buna görə də mən bu vəziyyətdəyəm. O rejim kişi olsaydı, o rejimin içində kişi qanı daşıyan, damarında kişi qanı olan kişilər olsaydı, vallahi mən bu Avropada qaçqın olmazdım. Bir daha deyirəm, bu həyatı Əliyevlər, Nağıyevlər biçib bizə. Bizim seçimimiz deyil. İnsanın şəxsi seçimi olur, mən hörmətlə yanaşıram hər kəsə. Amma bu seçim mənim deyil. İlham Əliyev bizi bax bu yola, bax bura vadar eləyibdi. Mənim ölkəm ola. Mən niyə bu vəziyyətdə olmalıyam? Biz tolik olmalıyıq. Biz tolik olsaydıq, Bakıda efirlər verilərdi, auditoriyalar verilərdi, əxlaqdan danışardıq, namusdan danışardıq, məhbus ailələrin ağzına söyərdik, insanlara söyərdik və dağlımızda Əliyev dayanıb bizi qoruyardı. Ola bilmədik Tolik, ola bilmədik Toğrul, ola bilmədik Mir Şahin. Ona görə də bunlar bizdən, Ruslar demiş, abijnik düşüblər. Çünki bizi fahiş eləyə bilmədi, bəli, əxlaqsız eləyə bilmədi, namussuz eləyib minə bilmədi, üzr istəyirəm, minib hər şey eləyə bilmədi və buna görə də mən sürgünəm, mən onun bunun qoltuğundayam, mən qaçqın həyatı yaşayıram, Toliklər, Moliklər, Nağıyevlərin qoltuğunda kişilikdən danışırlar. Onun bunun ailəsinə, anasına, arvadına, uşağına bu boyda dil uzadırlar. Dalında kim durur? Əliyev rejimi. Dalında kim durur? Nağıyevlər. Dalında kim durur? Bax bunlar. Bunlar da pozğunlardır da. Mən bu